qadınlar kişilərdən daha ağıllıdır. Və siz də deyirsiniz ki, intellekt... Çünki multitasklar daha yaxşı idarə Yenə də o intellekt göstəricisidirmi, bilmirik də. Yəni, bu mübahisə mövzusudur. Amma belə ümumi qəbul olunmuş intellektin tərifinə baxsaq və yaxud anlayışına baxsaq, bu ən çox iki şeydir. Problem həll eləmə bacarığıdır və pattern recognition'dır. Yəni, o qanuna uyğunluqları görə bilmək. Bunu biz ölçə bilmək üçün, necə ki, idmanda biz fiziki qabiliyyəti ölçə bildirik, yəni qaçırıq, yarışırıq. Ya IQ testlərlə eləyirlər və yaxud elm sahəsində, biznes sahəsində uğurlu ölçürlər ki, kim neçə faizdir və yaxud şahmatda, nə bilim, bilyardda və s. Yəni, beyin fəaliyyətini ölçə biləcək idman növləri ilə müqayisə eləyirlər və mənim heç bir intellekt tələb edən yarış yadıma gəlmir ki, orada qadınlar üstünlük göstərsin. Yəni, istər bu elmi olimpiadalar olsun, istəyir şahmat olsun, istəyir intellekt tələb edən biznes sahəsi olsun, elm sahəsi olsun və bu, yəni, qəbul olunmuş heç kimin, belə deyək, mübahisə etməyəcəyi statistikalardır. Amma sual odur ki, sizcə niyə? Gəl bir neçə şahidə bunu göstərək. Misal üçün, haradakı gender bərabərliyi ən yüksək səviyyəyə çatıbdır, Nordic blokda dediyimizdə, İsveç, Norveç filan. Orada oğlanlarla qızlar eyni nəticə göstərir, bütün texniki olimpiadalarda belə. Riyaziyyatda belə. Riyaziyyatda belə. Lakin, Azərbaycanın sonuncu, yenə də bu mənim müşahidələrimdə mən görməmişəm. Mən Təhsil Nazirinin səhifəsində LinkedIn-də izləyirəm. Onlar daim olaraq göstərirlər ki, kimlər biologiyada qalib gəlib, kimyada fizik və mən orada indi çoxlu qızlar görürəm. Summers vardı, səhv etmirəmsə, ABŞ-nin maliyyə naziri olubdu, sonra da Harvardın rektoru olubdu, prezidenti olubdu. Onun bir çıxışına görə onu işdən azad ediblər. O deyib ki, ortalama, on average, qadın və kişi IQ-su eynidir. Lakin kişilər ekstremumlara daha yönəmlidir. Ya çox ağıllı olurlar, ya da çox axmaq olurlar. Qadınlar ortaya daha çox yaxındılar. Kişilər isə ya çox yuxarıdır, ya da çox aşağıdır. Ona görə average out, onlar düzdürlər. Əgər normal distribution curve-ına baxsaq, qadınlarda daha flat outdur, yəni ki, daha az sıxlıq. Kişilərdə isə daha pik yönümlüdür.